Əziz dinləyicilər, hörmətli müəllimlər, dəyərli şagirdlər və Lənkəran rayonu Xan Vəli kənd orta ümumi təhsil məktəbinin Gələcəyin İşığı FM radiosunun sədaqətli dinləyici ordusu. Bugün sizlərlə bir daha görüşməkdən qürur və məmnunluq duyuram. Efemizin növbəti proqramında hər birimizin həyatında xüsusi yeri olan, mənəvi dünyamızı zənginləşdirən dəyərli bir hadisəni qeyd edəcəyik. 3 Mart Ümumdünya Yazıçılar Günü. Mən Rəhimi Şeydi, 10 sinif şagirdi. Bugün sizə bu əziz gündə elmi və mədəni estetik baxımdan zəngin və həm ruhlandırıcı, həm düşündürücü mətnə müraciət edəcəyim. Yazıçılıq sənəti yalnız sözlərin arxitekturiyası deyil. Bu, insanın təxəyyülü, məntiqi quruluşudur. Duyğu və düşüncənin harmoniyasının ifadəsidir. Cəmiyyətin indisiyle gələcəyə bağlayan təfəkkür köprüsüdür. Bugün bütün dünyada yazıçılar öz bənzərsiz bacarıqları, dərin ideyalar və misilsiz yaradıcılığı irsi ilə hörmət və ehtiramla yad edilir. Bu bayramı qeyd etmək təkcə ədəbi mətbuatın tərəfdarlarının deyil, eyni zamanda hər birimizin marağına səbəb olmalıdır. Çünki yazıçılıq bəşəriyyətin intellektual irsidir. Yazıçılar cəmiyyətimizin vicdanıdır. Onlar zamanın ruhunu qələmlərinin ucuna köçürür. Tarixi hadisələrin mahiyyətini analiz edir, gələcəyə dair proqnozlar verir və insan təcrübəsinin universal keyfiyyətlərini ifadə edirlər. Gəlin əvvəlcə yazıçılığın nə olduğuna, elmi və nəzəri baxımdan nəzər salaq. Yazıçılıq, bu dil vasitəsilə reallığın modelinin yaradılmasıdır. Dil semantik, strukturla işləyən sistemdir. Yazıcı və bu sistemdən istifadə edərək şəxsi duyğu, ictimai və hadisə, universal anlayışlar ifadə edir. Buna görə də yazıçılıq yalnız estetik zövq doğulmur. Həm də semantik məntiqi mühakimə və qavrama bacarığını inkişaf etdirir. Dil və düşüncə arasında bu qarşılıqlı əlaqə filosoflar tərəfindən əsrlər boyu tədqiq olunmuşdur. Bu, Helen və Humboldt'un fikrincə dil dünyanın mənasını formalaşdırır. Yazıçılar bu nəzəriyyəsi üzərində öz unikal dünya görüşlərini inşa edir və oxucu ilə paylaşır. Tarixə nəzər salsaq görərik ki, yazıçılar toplumların mədəniyyətinin formalaşmasında həlledici rol oynamışdır. Əsərlərin toplumun əxlaqi dəyərlərini, onun sosial və psixoloji dinamizmini əks etdirən yazıçılar insanları düşünməyə səsləmiş, cəmiyyətin realliyişini təkan vermişdir. Məsələn, dünya ədəbiyyatında Tolstoy, Dostoyevski, Shakespeare, Cervantes və başqaları kimi nəhəng insanlar təbiətin mürəkkəbliyini qələmə alaraq bizi öz daxili alimlərini daha dərinli anlamağa çağırmışlar. Onların əsərlərində həyatın müxtəlifliyi, aspektləri və sevgi, ədalət, mənəviyyət, azadlıq və insan şuuru kimi fundamental anlayışları incə fəlsəfi məcrada işlənmişdir. Bizim milli ədəbiyyatımızda eyni dərəcədə zəngin və dəyərli mənbələrdə doludur. Azərbaycan yazıçıları öz əsərlərində milli kimliyi, tariximizi və mədəniyyət irsimizi təsvir edərək oxuculara dərin estetik və intellektual zövq verirlər. Bu mənada Ümumdünya Yazıçılar Günü bizim üçün 2 qat əhəmiyyət qazanır. Çünki biz həm qlobal yazıcı irsini, həm də milli ədəbiyyatımızın müstəsna rolunu bir yerdə qeyd edirik. Yazıcı tərəfindən yaradılan mətn yalnız sözlərdən ibarət deyil, o bir düşüncə xəritəsidir. İdeyaların məntiqi ardıcılığıdır və oxucunun zihni səyahətinə dəvətdir. Yazıçılığın cəmiyyətində rolu təkcə estetik qiymətə malikdir, mətni yaratmağa məhdudlaşmır. O, ictimai şuurun və tarixi yaddaşın formalaşmasında mühüm təsir göstərir. Yazıçılar vasitəsilə fikir mübadiləsi aparılır, sosial ədalət, bərabərlik, insan haqları və fundamental məsələlər aktuallaşdırılır. Müasir dünyamızda yazıçılar media mühitində aktiv rol oynayır. Öz fikirlərini müxtəlif platformalarda çatdıraraq ictimai diskursun formalaşması töhfə verirlər. Buna görə də yazıçının rolu yalnız bədii əsərlər müəllifi olmaqla məhdudlaşmır. O, yeni zamanda ictimai düşüncənin təşəbbüskar və maarifçi səyyahıdır. Ədəbiyyat nəzəriyyəsi də yazıçılığın funksiyasından dərindən təhlilə yönəlib. Strukturalizm kimi ədəbi cəryanlar mətndə mövzu, obraz, dil və mədəni kontekst arasında qarşılıqlı əlaqəni ayrışdırır. Bu yanaşmalar yazıçının mətndə öz ideyasının necə yerləşdiyini anlamağa kömək edir. Məsələn, yazıçının mövcudluğunun mənası, insan öz seçimi ilə üzləşməsi və azadlıq anlayışının mətndə fəlsəfəsi səviyyədə araşdırılır. Onların əsərləri oxucunun dərin düşüncələri söhbət etdirir, onun varlığı və həyat məqsədi haqqında fikirləri zənginləşdirir. Əziz dinləyicilər,
Yazıçılığın bu qədər dərin və çox şaxəli mahiyyətinin daşıması təsadüfi deyil. Bugün dünyada yazıçıları əsərləri yalnız oxucuları əyləndirmir, həm də onların düşüncələr səviyyəsini yüksəldir, empati qabiliyyətini gücləndirir, fərdi və ictimai ideyaların formalaşmasına kömək edir. Yazıcı fikri dilə gətirdiyi ideyalar və konsepsiyalar oxucunun dünya görüşünü genişləndirir, onun həyatla bağlı suallarını axtarışında istiqamət göstərir. Yazıçılıq fəaliyyəti yalnız yetkinlər üçün deyil, məktəblərdə gənc nəsildə bu sahəyə maraq artıran məktəblilər ədəbi yaradıcılıq məşğul olarkən yeni ideyalar kəşf edir, öz düşüncələrini ifadə etmə bacarığını inkişaf etdirir, kritik təhlil qabiliyyətini gücləndirirlər. Məktəb ədəbiyyat dərsləri, yaradıcılıq dərnəkləri və müxtəlif ədəbi müsabiqələr gənc yazıçıların potensialını aşkara çıxarmağa şərait yaradır. Biz gənc nesil olaraq yazıçılığın elmi və estetik mahiyyətini dərk etməli, bu sahədə öz sahəmizi dünyaya çatdırmağı öyrənməliyik. Bununla münasibətlə, məktəb kollektivimizin və bütün yaradıcı gənclərin adından sizə bir sualım olmaq istəyirəm. Yazıçılıq sənətinin sizin həyatınızda yeri nədir? Yazıcı mədəniyyəti sizə hansı dəyərləri qazandırır? Bu suallara cavab axtararkən unutmayaq ki, hər birimiz əslində öz həyat hekayəsinin yazıcısıyıq. Biz gündəlik həyatımızda qarşılaşdığımız çətinlikləri, uğurları, fərdi hissləri öz vasitəsilə strukturlaşdıraraq daha aydın ümumiləşdirə bilərik. Əziz dinləyicilər, bugünkü efrimizin sonunda bir daha xatırlamaq kimi söyləmək istəyirəm. Yazıcı olmaq təkcə qələmlə iş görmək deyil. Bu dərin müşahidə, analitik düşüncə, yaradıcı, təxəyyül və insanın ruhuna tələb edən nəcib müşədir. Yazıcılar cəmiyyətimizin intellektual sütunlarıdır və onların əsərləri gələcək nəsillərin mənəvi xəzinəsini təşkil edir. Bu düşüncələrlə sizi səmimi təşəkkürümü bildirir, hər birinizi uğur və ilham arzulayıram. Efirimizi dinlədiyiniz üçün minnətdaram. Səhifələrimizdə görüşmək ümidilə. Gələcəyin İşıq FM radiosu Rəhimli Şeydə sizə sağollaşır.